Qaynaqçı işi var yoldaşlar, qaynaqçı işi var. Qeyd edim ki, bu qaynaqçı işinin Bakı Steel Company-də də olmalıdır, fərqli variantları. Misal üçün, amma mən sizə bugün Azərbaycan dəmir yollarında olan elektrik qaz qaynaqçısı kəsicisi işindən bəhs etmək istəyirəm. Bu sizdən tələb edir ki, müvafiq sahə üzrə peşə təhsiliniz olsun, texniki təhlükəsizlik qaydalarını bilin, qaynaq tikilişli ərində qüsurların növlərini, onların qarşısının alınması, aradan qaldırılması, üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilin, elektrodların növlərini və tikiliş qoyulmasının texnoloji ardıcıllığını bilməlisiniz. Belə bir işdir. Bu Azərbaycan dəmir yollarındadır yoldaşlar. Gəlin mən sizə belə bir jest eləyim. Bakı stildəkinə də deyim sizə. Bakı stildə də həm adi qaynaqçı var. Baxın, görüm orada başqa. Biri də qazla kəsici işi var. Bir də baxın, başqa variantı var. Soyuq metal kəsicisi işi də var. Bu işlərə də yoldaşlar müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada kanala daxil olun. Kanala daxil olduqdan sonra orada diqqət etsəniz, əlaqə vasitəsi qeyd olunubdur. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.